Salam herkese. Bugün sizinle Timun bağlamalarımı bölüşeceğim. Artık açmışam. Bir paylaşacağım. İlk önce belə bir şirin grelka sifariş verdi. Bu bacım üçündür. İsi suyu bura silikona əlavə edirsiniz. Sonra ağrıyan yerinizə qoyursunuz. Daha da yine istəyirsiniz. Çok şirindir. Sonra bunu da bacım üçün sifariş vermişik. Belə bir çantadır. İçinə nə istəyirsiniz qoya bilərsiniz. Salfetka qoya bilərsiniz. Lazım olan vəsaitlərinizi, makiyajda vasitələrini qoya bilərsiniz. Buna sifariş vermişdim. Məndə tünd rəngi idi. Səhv etmirəmsə 3 manat ya da 4 manat idi qiyməti. Aşağı bölmədə burada ekranda paylaşacağım sizinlə. Məndə də belə bir rəngində idi. Çox rahat bir şeydi. Yəni özünüzlə daşınabiləcək bir şeydi. Sonra bunu da bacımızın sifariş vermişik. Belə korobkada üzüklərdir. Gümüş üzüklərdir. Sadə gümüş üzüklər. Çox səliqəlidir. Belə kutusunda gəlir. Telefon keysləri sifariş verdik. Timuda çox münasib olur qiymətləri. Mən də iPhone Pro-ya çoxlu keyslər sifariş vermişəm. Təqribi maksimum, yəni 5-6 azeynədir. Yəni oradan sərf edir. Azərbaycanda qiymətlər bahadır. Telefon mağazalarında. Biri redimlər üçündür hələ. Bunlar. Sonra sifariş elədiyim növbəti məhsul belə kapron termo geyimdir. Həm isti saxlayır, həm də ki bilindirmir geyimdən. Bu onun yuxarı hissəsi. Bu da şalvar deyirlər, nə deyirlər? Kapron şalvar. Sifarişin belə bir silikon qabdır. Burası su əlavə edirsiniz, sonra buzxanaya qoyursunuz. Burada buz olur. Səhərlər əgər sifətinizdə şişkinlik olsa belə sürtüsüz və keçir. Çox praktiki bir şeydir. Mən də bunun bənövşə rəngi sifariş vermişdim. Çox əla yarayır. Növbəti məhsul belə bir silikon sırğa arxalığı. Çox praktik bir şeydir. Mən bunu sifariş verməmişəm, amma almışdım. Baha qiymətə idi. Belə balacadır. Dəmir biraz incidir, amma bu silikonlar çox yaxşıdırlar. Yəni incitmir qulağı yatanda. Sonra belə bir Timudan Çin çubuqları sifariş verdik. Keyfiyyəti barədə heç nə deyə bilmərəm. Amma yəni əli əzmir, rahatdır. Belə şirin korobkada heç bilməm nə gəlib. Bacım açmışdı. Aha, sırğalar. Bunlar səhv etmirəmsə gümüş sırğalardır. Həm dəmir arxalığı ilə göndərilib, həm də rezin arxalıqdır. Bilmirəm necə olacaq. Mən əslində sırğa sifariş vermişdim, gümüş idi. Amma qulağıma o nəsə pis təsirlədi, ona görə istifadə etmədim. Sonra növbəti məhsul boyun ətrafını masaj etmək üçün kollagendir. Bunu açıb sizə göstərəcəm. Bundan bir sifariş vermişdim, amma onu çox təriflədi. İkinci dəfə sifariş verdik. Qulaq açdım da, üzməyim. Nəmləndirir. Sonra qırışların əleyhinədir. Belə bir qabda gəlir. Siz bunu açırsınız və burada off-on rejimi var. On rejimini atanda başlayırsınız belə sıxaraq boyun ətrafını masaj etməyə. Qoxusu da çox qəşəngdir. Sonra belə bir brulok sifariş verdim. Bunun üzərində mənim adım var və bu məhsula görə bizim bütün məhsullar gecikdi. Hardasa bir aya yaxın. Çox pişman olduğumu sifariş verməm, amma çox qəşəngdir. Belə təyyarə, üzərində də isə mənim adım. Belə bir qolbaqları çox sevirəm. Qara, sadə qolbaqları. Burada mənim
adımın baş hərfi və ürək var. Qolda qəşəng səliqəli durur. Belə. Bunun təqribi qiyməti 70 qəpik idi deyəsən. Çox yorğandan qaçmasın deyə belə bir məhsul düzəldiblər. Düzünü desəm heç bilmirəm necə istifadə olunur. Belə sıxırsan, burada düymə var və taxırsan. İçində təqribi olaraq 7 dənədir. Şəhərlərdə tərifləyirdilər, çox edirəm ki, işimizə yarayacaq. Və növbəti məhsulum isə ştativdir və fənərdir. Onu da sizə göstərəcəm indi. Belədir. Hardasa 1 metr məncə olar. 1 metrə qədər uzanır. Ayaqlar bu şəkildə açılır. Sonra bunu həm vertikal şəkildə, həm də horizontal şəkildə yerləşdirmək olar. Belə açılır. Məncə bunu açmaq lazımdır birinci. Bunu açandan sonra rahat şəkildə bunu vertikal, horizontal şəkildə idarə etmək olar. Belə bir də belə bir fənər almışdım. Burada onun düymələri var. Bu zərədqa ilə işləyir. Bu şəkildədir. Sarı işıq falan. Bir də burada düymələr var. İkinci düymə isə bunu zəiflədir. Çox yaxşı bir şeydir. Telefona bu şəkildə taxılır. Belə. Əlavə işıq.